Bismillahirrahmanirrahim. الذين يستمعون القول فيتبعون أحسنه أولئك الذين هداهم الله وأولئك هم أولو الألباب. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين أبي القاسم محمد المصطفى وآله الطاهرين. اللهم صل على محمد وآل محمد. Məşədə orada salavat çəkdi ki, yadından çıxdı nə deyəcəkdim. Allah razı olsun. Məşədənin ölənləri var, salavat çəkdi. Allahümme salli ala Muhammed ve ali Muhammed. Burada olan müminlərin vücudundan istifadə edək və bizi dinləyən hər bir müminin də bizə olan nəzərindən istifadə edək. Hal-hazırda müşkülü olan müminlər var, problemi olan müminlər var. Dəfələrlə zəng vurublar, bir növ hacətlərinin, müşküllərinin, problemlərinin həlli üçün dua istəyiblər. Biz də bu cəm ki, yəqinən bu cəmin arasında bir Allahın mömin bəndəsi gizlənir. Həmən o mömin bəndədən xahişimiz və həm də Allaha an verirəm İzzət Cəlalına xatir, o mömin bəndiyə xatir. O şəxslər ki, hal-hazırda müşküldədirlər, onların müşkülün Allah Teala öz hövlü qüvvəsi ilə həll edesin. Amin. İnşallah bəhsimizə başlamazdan öncə burada cəm olmuş və bizi dinləyən hər bir mömin və möminəni salamlayıram və Allahdan onların müvəffəq olmasını arzulayıram. Keçmiş bəhsimizdə qardaşların biri dinləyib, bir növ mövzunu daha yaxşı təhvil almağımız üçün, mövzunu daha yaxşı mənimsəmək üçün belə bir sual mənə telefonla zəng vurdu ki, biz keçmiş bəhsdə qeyd elədik ki, Əhl-i Beyt arxasıca gedənlərdən səvayı Peyğəmbərimizin mütləq şəkildə əfzəl olmasına etiqad eləmirlər. Fəqət Şiyə məzhəbidir ki, Peyğəmbərimizin Muhammed sallallahu aleyhi və aleyhi və səlləmin ələl-itlaq mütləq şəkildə qeydsiz, şərtsiz bütün varlıqlardan, istər canlı, istər cansız hamısından əfzəldir. Yəni imamdan əfzəldir, mələkdən əfzəldir, bütün nə varsa hamısından bizim Peyğəmbərimiz əfzəldir. O qardaş belə bir irad, fikir bildirdi ki, siz elə bir hədis gətirdiniz Əhl-i Xilafın kitabından ki, kim desə ki, Peyğəmbərimizin dilindən nəql olunan hədis və ona nisbət verilir, kim desə ki, mən Yunus ibn Mətta, yəni Yunus əleyhissalamdan əfzələm, həmin adam yalancıdır. Mənə belə bir sual verdi ki, siz hardan bildiniz ki, Peyğəmbər də özün orada nəzərdə tutur? Düzdür, kəlam ümumi bir nöqtədən yanaşılır. Kim desə, mən də tərəf müqabilə sualla cavab verə bilərəm. Sənə kim dedi ki, Peyğəmbər orada yoxdur? O da sual verə bilər və sənə kim dedi ki, Peyğəmbər orada vardır? Bu həldir. Bu o deməkdir ki, sən də sus, mən də susum. Sənə kim dedi ki, Peyğəmbər orada yoxdur? O da deyəcək ki, sənə kim dedi ki, Peyğəmbər oradadır? Bəlkə Peyğəmbər özündən başqasını nəzərdə tutur. Məndən başqa kim desə ki, Yunus əleyhissalamdan əfzələm, o yalancıdır. Xeyirliyəm, o yalancıdır. Sən hardan bildin ki, Peyğəmbər oradadır? Mən keçmiş bəhsdə qeyd elədim ki, xüsusi bəhsimiz olacaq biiznillah ki, Şiyə məzhəbindən başqa heç bir İslam iddiaçısı olan təriqətlərdə
heç biri sübut eləyə bilməz ki, Peyğəmbər əfzəldir. Şeyx Nasirəddin Əlbaninin kəlməsi onlar üçün haqdır. Çünki Şeyx Nasirəddin Əlbani keçmiş bəhsimizə qayıdıb qardaşlar nəzər sala bilər. Deyir ki, Peyğəmbərin bütün varlıqlardan əfzəl olmasını sübut eləməyə dəlil yoxdur. Və haqq da Şeyx Nasirəddin Əlbani iləndir öz məzhəbi üçün. Amma biz keçmiş bəhsdə müxtəsər də olsa, Peyğəmbərimizin fəziləti və bütün varlıqlardan əfzəl olması qısa da olsa sübut elədir. İndi mənim dəlilim nədir ki, Peyğəmbər o hədis ki, onların fikrinə uyğuna, bizim fikrimizdə Peyğəmbərlə müqayisə olunan bir varlıq ola bilməz. Mənim dəlilim nədir ki, Peyğəmbər hələ o hədisin içində vardır. Kim desə ki, mən Yunusdən əfzələm, o yalancıdır. Çünki mən tərəf müqabilə yenə təkrar edirəm. Deyə bilərəm sənə, kim dedi ki, Peyğəmbər orada yoxdur? O da mənə deyə bilər sənə, kim dedi ki, Peyğəmbər orada var? Mən dəlilimi təqdim edirəm. Deməli, əlimdə olan kitab Səhih Müslüm. Səhih Müslüm. Deməli, Səhih Müslümdə bu çapla səhifə 924-cü səhifə. Deməli, hədisin nömrəsi 2369. Təzədən təkrar edirəm. 924-cü səhifə. Kitab-ül Fəzail Fəzilətlər kitabı 41-ci bab İbrahim əleyhissalamın, İbrahim Peyğəmbər əleyhi və alə nəbiyyinə səlam, onun fəzilətlər bölməsi birinci hədis. Hədisin nömrəsi 2369. Diqqət edin hədisə, görək Peyğəmbərimiz o keçmiş dərsdə qeyd elədiyim hədisdə var ya yox. Bu hədislərin hamısı batildir. Çünki Peyğəmbərimiz bütün Peyğəmbərlərdən də əfzəldir, bütün imamlardan da əfzəldir, bütün mələklərdən də əfzəldir. Yəni, yaranış arasında Peyğəmbərlə müqayisə kim eləyirsə iştibah edir, cəhalətə yol verir. Bu hədisə diqqət edin, o hədislə calaşdırır. Ənəs ibn Malik, Peyğəmbər səhabəsi Ənəs ibn Malik qeyd edir. Cəə rəculun ilə Rasulillah sallallahu aleyhi və alihi və səlləm. Bir kişi gəlir Peyğəmbərimizin yanına. Diqqət edin. Fəqalə, həmən o kişi dedi, ya xeyrəl bəriyyəh. Ya xeyrəl bəriyyəh. Bəriyyə, yəni məxluqat, yaranmışlar. Ey yaranmışların xeyirlisi. Ya xeyrəl bəriyyəh. Fəqalə Rasulullah. Peyğəmbər nə dedi bu kişinin sözünün müqabilində? Zəkə İbrahim əleyhissalam. O İbrahimdir. Hədis sona yetdi. Bir kişi gəlir Peyğəmbərə deyir ki, ya Rasulallah, sən yaranmışların xeyirlisisən. Peyğəmbər deyir, xeyr. O kimdir? İbrahim əleyhissalam. Yaranmışların xeyirlisi kimdir? İbrahim əleyhissalam. Yəni, bu hədisi də boşluq keçmiş hədisin cərgəsinə kim desə ki, mən Yunus əleyhissalamla əfsələm yalancıdır, onu bu şübhə ilə bir təhər yamaq vurmaq olar ki, Peyğəmbər bəlkə özünü nəzərdə tutmayıb. Amma bura yamaq necə vurulacaq? Peyğəmbərə deyir ki, sən. Peyğəmbər deyir, yox, mən yox. İndi gəl Peyğəmbəri deyən ki, yox, o mən deyəndə yanında oturmuşdu bir nəfər, onu nəzərdə tutur. Özünü nəzərdə tutmur. Məntiqi də ötürür. Nasirəddin Əlbaninin sözü haqdır. Çünki Səhih Müslümü oxuyur, ən mötəbər kitabı. Ən mötəbər kitabda Peyğəmbərin bütün varlıqlardan əfzəl olmasını Peyğəmbər özü inkar edir. Yəni, əhli xilaf öz məzhəbində Müslümdən ikinci, üçüncü dərəcədə duran hədislərə etiqad eləməyəcək. Birinci Buxari, sonra Müslüm, sonra. Həmən bu Müslümdə cürəbəcür hədislər var ki, Peyğəmbər, müəyyən Peyğəmbər, inşallah çox uzatmayacağım, İsa əleyhissalamın da Peyğəmbərdən əfzəl olmasının özü də qat-qat. Buxari, Müslümdən inşallah dəlil gətirəcək ki, elə məqamlar olub ki, şeytanın təsirinə İsa əleyhissalam düşməyib, amma bizim Peyğəmbərimiz dəfələrlə
bu hadisələr olub. Nasiruddin Əlbaninin kəlməsi öz məzəbi üçün 100% haqdır. Ki, bizim əhl-i xilaf məzəbində Peyğəmbər mütləq şəkildə bütün varlıqlardan əfzəl ola bilməz. Özü də deyir, dəlil də yoxdur buna. Və düz də deyir, bu dəlil deyir ki, Peyğəmbər xeyrül bəriyyə deyil. Xeyrül bəriyyə kimdir? İndi buna nə yamaq vurarlar, özləri bilər, Allahlar bilər. Şimdi, deməli, inşallah bugünkü bəhsimiz bir mühüm mövzu üstündədir. Biraz vaxt tələb olunur və diqqət tələb olunur və bu bir dəfə olsun, sonra bu təkrara yol verilməsin. Bəziləri özlərin elm əhli adlandırırlar, amma danışıqlarından bəlli olur ki, bu insanların elmdən xəbəri yoxdur. İndi niyəsi bəhsin əsnasında üzə çıxacaq. Qeyd edirlər ki, Şeyx Mufid və həmçinin də bizim böyük fəqihlərimizdən olan mərhum Ayətullah-ül Uzma Seyyid Əbul-Qasım el-Xovi bunlar deyir ki, 12 imamın adını sübut eləyən bizdə hədis yoxdur. Yəni, bir ədəd də olsun belə Şiyə məzhəbində dürüst hədis yoxdur ki, 12 imamı adı ilə neynəsin? Sübut eləsin. Özü də kim deyir bunu? Mufid, yəni ki, keçmişin ən biləcəklisi və hazırın ən biləcəklisi. Yəni, nə yuxarı qalxa bilirsən ondan, nə də bundan aşağı düşə bilirsən. İkisi də əzəmətli fəqihlərdəndir. Bəzi qardaşlarımızı bu şübhə ilə çaşdırmağa çalışıblar və mən də özümdə bir tələbə kimi şər'i vəzifə bilmişəm ki, həmən bu şübhəyə cavab verək ki, görək bizim kitabımızda bir ədəd olsun belə səhih sənəd hədis varmı ki, imamların adın sübut eləsin ki, Peyğəmbər buyurub ki, məndən sonra Əli ibn Əbi Talib əleyhissalam, sonra İmam Həsən əleyhissalam, sonra İmam Hüseyin əleyhissalam və sonra sonuncu imamımız Əccəlallahu fərəcəhu şərif. Belə bir hədisimiz var ya, yox. Bu günləri bütün bu təqdim olunacaq müxtəlif mövzular fəqət bu mövzunu isbatlamaq üçündür ki, Şiyə məzhəbində 12 imamı Allahın Rəsulunun xəlifələrini adla təyin eləyən mötəbər sənədli hədis var ya yox. Salavat zikr eləyən Muhammed var. Allahümmə salli ala Muhammed ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bəzi insanlar ola bilsin imam kəlməsinə müqəddəs gözlə baxsın. Və haqqı da var. Amma biraz elmi artırmaq da zərər eləməz. İmam kəlməsi ərəb dilinə qalanda müqəddəs kəlmə deyil. Hətta Qur'an-ı Kərimin özündə imam kəlməsi müqəddəs mənada da istifadə olunub və Allahın lənətinə gəlmiş kimi də istifadə olunub. Lüğət baxımından. Yəni, öndə gedən. İndi o ayələri oxuyun, sonra bir nəticə çıxaraq və biz özümüzə sual verəcəyik. Çünki Peyğəmbərimizin hədislərində sallallahu aleyhi və səlləm gəlir ki, qiyamət gününə qədər 12 xəlifəmiz olacaq. Qiyamət günü olmayıb, mən özümə sual verməliyəm, mənim imamım kimdir? Mənim imamım kimdir? Çünki mötəbər, səhih hədislər, inşallah Allah müvəffəq eləsin, bizim bir kiçik yazımız var. Həmən o yazıda biiznillah təqribən 400 səhifəyə yaxın olacaq. Orada olan bütün hədislərin hər biri mötəbərdir. Yəni, onun bir vərəqində bir nəfər qeyri-mötəbər hədis tapa bilməz. İnşallah kamilləşəndən sonra möminlərin xidmətinə ərz olunacaq.
Həmən orada xüsusi bir fəsl ayırmışıq. Həmən o fəslin də adı zamanənin imamını tanımayan müsəlman kimi dünyadan getmir. Təqribən bəzi üləmalar mütəvatir hökmü kəsiblər bu hədis üçün. Bəzi üləmalarsa müstəfid, amma məna baxımından mütəvatir. Bir kəlmə, ləfz baxımından mütəvatir var, bir sənəd baxımından mütəvatir var. O mütəvatir bəhsi biraz genişdir ki, mütəvatir hədis deyiləndə nə nəzərdə tutulur? Müttəfiq bir tərif varmı ki, bir üstəgəl bir iki eləyir kimi? Ya hər alimin özünün iştihadına məxsus bir tərif vardır. İnşallah onun vaxtında müzakirə eləyəcək. Bizim şər'i vəzifəmiz odur ki, zamanəmizin imamını tanıyaq və özümüzə sual verək ki, bizim imamımız kimdir? Çünki Quran ayəsi bunu bizə neyəcək? Vacib eləyəcək. Diqqət edin. Deməli, Əs-Səcdə surəsi 24-cü ayədə Rəbbimiz buyurur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və cəalnə minhum əimmətən yehdunə biəmrinə ləmmə sabaru və kənu biəyətinə yuqinun. İnsan səbri nə zaman eləyər? Çətinlik, sıxıntı, təzik. Belə məqamlarda insan neyniyər? Səbr. Allah Teala buyurur ki, bir dəstə səbr elədilər və bizim nazil elədiyimiz ayələrə qəlbdən iman gətirdilər və biz onları, diqqət edin ayə, cəəlnə minhum əimmətən. Əimmə, imam kəlməsinin cəmidir. Biz onları imam təyin etdik. Bizim əmrimizlə həqqə dəvət eləyən. Yəni Allah Teala kiminsə boynundan yapışıb, nəuzubillah, onu məcbur bu işi görməlisən, elə şey yoxdur. Yəni Allah Teala onda ləyaqəti görür və səbəblər yaradır. Həmən o səbəblərlə bu insan haqqa dəvət eləyən Allahın əmri ilə bir hidayət imamına neynir? Çevrilir. Bu ayədə Allah Teala imam kəlməsin müqəddəs bir vəzifə kimi şəxsin öhdəsinə qoyur. Bizim əmrimizlə hidayətə dəvət eləyən imamlar. Bu bir ayə. İkinci ayə tam bunun əksidir. Qasas surəsi 41-ci ayədə Rəbbimiz buyurur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və cəalnahum əimmətən yəd'unə ilən-nar. Cəhənnəmə dəvət eləyən imamlar. Deməli, bizim fikrimizdə nə idi? İmam ancaq hara dəvət eləyər? Haqqa, ədalətə. Amma elə deyil. Quran-ı Kərimdə imam iki qismə bölünür. Bir qism imam var ki, haqqa dəvət eləyər, bir qism imam var ki, nədir? Zəlalətə. Diqqət edir, gör Rəbbimiz nə buyurur. Allah Teala buyurur ki, yəd'unə ilən-nar, cəhənnəmə dəvət eləyir. Yəni, onun sözünə itayət eləsin, nəticə nə olacaq? Cəhənnəm. Bu qəbul. Bu bir ayə. İkinci ayədə siz dediküzdür, bir növ küfrə, zəlalətə dəvət. Deməli, salavat zikr edin Muhammed var. Allahümme salli ala Muhammed Ali Muhammed. Deməli, Tövbə surəsi 12-ci ayədə nəzər salağın, orada da imam kəlməsi istifadə olunur. Əuzu billahi minəşşeytanirracim. Rəbbimiz buyurur. Fəqatilu əimmətəl kufr. Əimmə neyin cəmidir? İmam. Allah Teala əmr eləyir ki, küfür imamların neyinin? Mübarizə aparın. Döyüşün küfür imamları ilə. Deməli, imam cəhənnəmə də dəvət eləyə bilər. İmam küfrə də dəvət eləyə bilər. İmam Allahın əmri ilə harada dəvət eləyə bilər? Haqqa, ədalətə, hidayətə də dəvət eləyə bilər. Yəni, harada imam kəlməsi gördün,
dərhal zehninə müqəddəsliyi gəlməz. Baxacaqsan, o hansı zəmində istifadə olunan bir kəlmədir. Deməli, mən bir müsəlman kimi, Allah və Rəsuluna şəhadət verən bir şəxs kimi oxudum Qur'an-ı Kərimi, gördüm Qur'an-ı Kərimdə imam iki qismdir. Bir qism imam var ki, insanı cəhənnəmə aparır və bir qism imam var ki, insanı cənnətə aparır. İndi mən belə əlimi qoyum, əlimin üstünə deyim ki, nə olsun, məndən soruşmayacaqlar ki, sən hansı imamın var idi. Mən namazımı qılım, orucumu tutum, başqa heç bir şeylə mənə aid deyil. Mən problemlərdən uzaq eləyim məni. Olar, belə bir fikrə düşəsən. Sən bir imamın arxasındasan. Heç özün istədin də, istəmədin də sən artıq bir imamın arxası ilə gedirsən. Amma sənin şəri vəzifin odur ki, bu imam səni cənnətə aparır, ya cəhənnəmə aparır. Sonuncu ayəyə də diqqət eləyin, mövzuya daxil olalım. Deməli, İsra surəsi 71-ci ayə. Bu ayədə şəxs laqeyd, məsuliyyətsiz, mümkün deyil olsun. Ki, mən hardan bilim ki, bu imam məni cənnətə aparır, bu bursu cəhənnəmə aparır. Mən bu ixtilafa qarışmaq istəmirəm. Allah deyir, yox, xeyr, elədir. Bismillahirrahmanirrahim. Deməli, İsra surəsi 71-ci ayədə Rəbbimiz buyurur, يَوْمَ نَدْعُ كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ. Yevmə, qiyamət günü, hər bir unas, yəni cəmaat, canlı, mükəlləf, həddi təşrifət atmış insanlar, hər birin, diqqət elə o ayənin kəlmələri, yevmə qiyamət günü, nəd'u çağıracaq, kullə unasin, kullə, istisnasız, bütün insanları bir imamihim, onların imamı kim olub? Onu ilə. İndi mən araşdırma aparmalıyam ya araşdırma aparmalı deyiləm. Çünki mən əgər bilmirəm ki, qiyamət günü mən hansı imamın arxasında duracam, Qurana əməl eləmədin sən. Allah Teala deyir ki, sən bugün hali həyatda olanda öz imamını neynəməlisən? Seçməlisən, tanımalısan ki, qiyamət günü arxasında duranda neynəyəsən? Məsələn, Kərbəla meydanı. Kərbəla meydanında hər tərəf öz imamını seçmişdi. Və hamı da bir-birini tanıyırdı. Oradan məchul bir istiqamət yoxdur. O deyirdi ki, filan kəsən belə, o deyirdi, filan kəsən belə. Hamı bir-birini tanıyırdı. İmam Hüseyin əleyhissalam İraqda da yaşayıb, Mədinədə də yaşayıb. Yəni, kənar bir Rum imperiyasından qoşunlar gəlməmişdi ora. Hamı bir-birini tanıyırdı. Hərə öz imamını seçdi. Qiyamət günü İmam Hüseyin əleyhissalamın arxasında duranlar Kərbəlada, qiyamət günündə də onun arxasında neynəyəcəklər? Dayanacaq. Yezid və onun əmr elədiyi və təyin elədiyi şəxslər ki var, onlar da orada seçimin elədi, qiyamət günü duracaqlar onun arxasında. İndi bu əmr eləyən şəxs bunların yükünü daşıya biləcək ya? İmam Hüseyin əleyhissalam da meydana adam gətirib, onların da yükünü o daşımalıdır. Bu da meydana adam gətirib, onların yükünü o daşımalıdır. Rəhbər birinci müzakirə olunacaq. Cəməl müharibəsində də, Siffeyində də, Nəhrəvanda da cəmaatı meydana töküb qanın axıdanlar qiyamət günü hesab olunacaq. 40 min insan öldürülübsə, o 40 min insan hesab kitab olunmayacaq. Allah hamısından rəhmət eləsin, öldürənə də, ölənə də belə bir məntiq heç Quran-ı Kərimin özündə qəbul deyil. Deməli, bizim hər birimiz müsəlman kimi bizə vacibdir, bilək ki, qiyamət günü biz kimin arxasında dayanacaq. Əgər bir nəfər bilməsə ki, qiyamət günü kimin arxasında dayanacaq, onu hansı hədis hədəliyir? Onu bu hədis hədəliyir. Diqqət edin hədisə. Deməli,
Əhməd ibn Həmbəlin Musnəd kitabı, Musnəd Əl-İmam Əhməd ibn Həmbəl, deməli, Əl-Cüz-Əs-Samin vəl-İşrin, 28-ci cüz, diqqət edin, səhifə 88 və 89-dur. Hədisi oxuyuram. Hədisin nömrəsi 16876. Diqqət edin, mövzu çox hassasdır. Sən deyə bilməzsən ki, mənim neyimə lazımdır, kimin dalında duracam qiyamət günü. Yaxşı olar, xoş halıma, pis olar, Allah Taala'nın rəhməti var da, keçər. Amma bu hədis nöqtəni qoyur artıq. Hədis deyir ki, Həzrət Rəsulullah buyurur, Mən mətə bi qeyri imamin, mətə mitətən cahili. Kim imamsız ölsə, müsəlman kimi dünyadan köçmür. Hədis də mötəbərdir. Təzədən ünvanı təkrar edirəm. Müsnəd Əhməd ibn Həmbəl, 28-ci cild, səhifə 88-89, Şuayb el-Arnautun təhqiqi ilə. Hədis həqiqətən də Peyğəmbərimizin dilindən çıxıb, müxtəlif kəlmələrlə də. Deməli, bir nəfər desə ki, mən qarışmıram, kimin arxasında olursa olsun, Allah Taala rəhm eləsin, elə şey yoxdur. Həzrət Rəsulullah deyir ki, öləsən və ölməzdən öncə kimin arxasında duracağını bilməsin, sən müsəlman kimi dünyadan köçmürsən. Deməli, mövzu qulaq ardına vurmaq, laqeyd münasibət bəsləmək, mənim neyimə lazımdır, ixtilafdır, mən ixtilafdan uzaq bir adamam. Mövzu ondan getmir. Mövzu sən müsəlmanın əqidəsindən gedir ki, qiyamət günü kimin arxasında duracaqsın. Deməli, iki mövzu var ortada, iki fikir var ortada. Bir fikir, Şiyə məzhəbinin təqdim elədiyi fikir ki, 12 imam biz dediyimizdir. Və bir fikir də əhl-i xilafın təqdim elədiyi fikir ki, həmən o arxasında duracağın şəxslər və onları tanımamış dünya dəyişsin, müsəlman kimi dünyadan köçməyəcəksən, onu biz təqdim elədiyimizdir. İndi görək, haqq kimin təqdim eləyəcək. Diqqət edin. Əvvəlcə dəlilin incəliyi vardı, dəlilin incəliyini bir növ gözdən qaçırmamaq üçün bir növ biz müqəddimələr qurmağa ehtiyacımız vardı. Diqqət edin müqəddimələrə. Əvvəlcə elə bir Əl-Cami'us-Sağir, Cəlaləddin Suyuti, mənim o dostum, Cəlaləddin Suyutinin yazdığı Əl-Cami'us-Sağir kitabı. Birinci cilddə, deməli, səhifə 157-də hədisin nömrəsi 2631. İndi hədisi oxuyacağım, amma mən nə demək istəyirəm, kim kömək eləyər, ona ehtiyac olacaq, diqqətli olun. 2631-ci hədis, səhifə 157-də. Həzrət Rəsulullah buyurur, İnni tarikun fikum yox, xəlifəteyn. İnni tarikun fikum xəlifəteyn. Ay cəmaat, mən dünyamı dəyişib gedirəm. Sizin aranızda 2 xəlifə qoyub gedirəm. Səqələyn yox, ağır əmanət. Ki, şiyələr onu bir tərdə olsa daşıyır, əhl-i xilafsa heç kürəyinə götürməyib onu. Xeyr, Həzrət Rəsulullah səqəleyini, o ağır əmanət nədir? Özü açıqlayır, hər şeyi açıqlayır. Mən sən əməl eləmirik, o Peyğəmbərimizin qüsuru deyil. Həzrət Rəsulullah buyurur, İnni tərikun fikum xəlifəteyn. Mən sizin aranızda 2 xəlifə qoyub gedirəm, əmanət yox. 2 şey qoyub, 2 şey yox. 2 xəlifə qoyub gedirəm. Görək, kimdir Allah Rəsulunun xəlifələri özündən sonra? Kitabullah, Allahın kitabı. Xəlifənin biri artıq bəllidir. Yəni, mənim hakimim, mənə hökm eləyən, mənim ixtiyarımı əlindən alıb, öz ixtiyarını mənim üzərimdə hakim qərar verən Qur'an-ı Kərim
Mənim nəfsim istəyir ki, mən sələmə, riba, borc verim, borc alım. 100 manat verim, 150 manat alım, oturum evdə. Nə daş daşıyım, nə əziyyət çəkim. Mənim nəfsim bunu istəyir. Amma Qur'an-ı Kərim, hədislər deyir ki, yox, sənin bu istəyin burada şəriət, Qur'an-ı Kərimin istəyi ilə üst-üstə düşmədi. Sənin istəyin qoyulacaq ayaq altına, Qur'anın istəyi qoyulacaq başlar üstə. Mənim xəlifəm kim oldu birinci? Kitabullah, Allahın kitabı. Hablun məmdudun ma beynə səmai vəl-ard. Yerlə səma arasında uzadılmış bir ipdir. İkinci xəlifə və itrəti əhlu beyt. Mənim itrətim əhli beytim. Allahu Ekber. Mənim əhli beytim demir, deyəsən ki, Peyğəmbər zövcələri də orada daxildir. Yox. İtrətim əhli beytim. İtrəti əhlə beyti. İnnəhuma lən yəftəriqa. Həmən bu iki xəlifə bütün müsəlmanların üzərində hakimdir, bir-birindən də ayırmaq haramdır. Müsəlmanın həyatı Əhl-i Beyt itrət və Qur'anla tənzimlənməlidir. Allah Rəsulü buyurur, biri digərindən ayrılmayacaq, hətta yəridə aleyyəl havz-ı Kevsərə daxil olana qədər. İndi bu hədisin hədis kimi etibarı var ya yox? Dürüst hədisdir ya batil hədislərdən biridir. Əl-cavab alə zalik, Suyuti özü deyir ki, bu hədis sahih. Həmən bu hədis nə hədisdir? Səhih hədisdir. Peyğəmbərdən sonra xəlifə seçkisinə ehtiyac yoxdur. Peyğəmbər və ölüm əyağında da yazmaq istədi, ölüm əyağından da qabaq deyib, həmən bu hədis Peyğəmbər ölməmişdən dəfə-dəfə qabaq Peyğəmbərimizin dilindən çıxan səhih hədislərdən biridir ki, Həzrət Rəsulullah buyurur ki, mənim iki xəlifəm var, biri Qurandır, o bursu da kimdir? Əhl-i Beytim, itrətim, nə ki Əhl-i Beytim. Bu, Cəlaləddin Suyutinin rəyi. Bəyən başqa alimlər, bu Cəlaləddin Suyutinin rəyidir. Başqa alimlər bunu təsdiqləməyib, deyir, xeyr, tələsməyib. Deməli, Nasiruddin Əlbaninin deməli, Sahih Cami-i Sağir və Ziyadatuhu kitabında deməli, birinci cilddə səhifə 482-də. Diqqət edin hədisə. Hədisin nömrəsi 2457. Peyğəmbərimiz buyurur, İnni tərikun fikum xəlifətin. Eyni burada olan hədis kimi hədisi gətirir. Mən sizin aranızda iki xəlifə qoyub gedirəm. Kitabın sahibi Cəlaləddin Suyuti deyir, hədis səhihdir. Bəlkə Əlbani deyir, hədis zəifdir, yalandır, Peyğəmbərin adına uydurulmuş bir hədisdir. Çünki təriqət əldən gedəcək axı. Artıq iki xəlifə təyin olunub Peyğəmbərdən sonra. Nasiruddin Əlbani buyurur ki, hədis səhihdir. Peyğəmbər ki buyurur, mən özümdən sonra iki xəlifə qoyub gedirəm, bu hədis nədir? Səhihdir. Deməli, Nasiruddin Əlbani deyir, hədis səhihdir. Cəlaləddin Suyuti deyir, hədis səhihdir. Sonra, böyük müfəssirlərdən, əhl-i xilafda İmam-ül Alusi Ruhul Məani adında təfsir kitabı var. Ruhul Məani təfsir kitabıdır. Deməli, Əl-Cüz-Thani vəl-İşrin 22-ci cüz və yaxud cild 16-cı səhifə İmam-ül Alusi buyurur, وَأَنْتَ تَعْلَمْ أَنَّ ظَاهِرْ مَا صَحَّ مِنْ قَوْلِهِ sallallahu aleyhi ve sellem inni tarikun fikum xəlifətin hədisin axırına qədər. Deyir, Peyğəmbərdən səhih sənəd hədisdə gəlib ki, Peyğəmbər buyurub ki, nədir? Mən özümdən sonra iki xəlifə qoyub gedirəm. Alimin düşüncəsinə bax. Deyir, bu hədisin zahirinə söykən sök, yaqtazi ənə nisa'əl-mutahharat qeyr daxilat fi əhl-i beyt. Deyir, bu hədisə söykən sök, Peyğəmbərin zövcələri əhl-i beytdən sayılmayacaqlar. Siz söykənməyin, biz söykənəcək.
Deməli, Əhməd ibn Həmbəlin 2 kitabından misal gətirəcəm. Bir kitabı Fədail-i Sahabə, digər kitabı da Musnəd İmam Əhməd ibn Həmbəl. Deməli, Kitab Fədail-i Sahabə 2-ci cild, səhifə 603, hədisin nömrəsi 10032. Qalə Rəsulullah, Həzrət Rəsulullah buyurub sallallahu aleyhi və səlləm, İnni tarikun fikum xəlifəteyn. Mən sizin aranızda 2 xəlifə qoyub gedirəm. Bayaq qeyd elədiyim hədis sona qədər qeyd olunur. Kitabı araşdıran, deməli, Muhammed Abbas, Vasiyullah ibn Muhammed Abbas buyurur ki, hədisin sənədi həsəndir. Hədisin nömrəsini təkrar edirəm. 1032-ci hədis. 786-cı səhifədə, 1403-cü hədisdə də eyni hədis, eyni məzmunda təkrar olunur və kitabı təhqiq edən buyurur ki, hədisin sənədi həsəndir. Bu Fədail-i Sahabədə və Müsnəd İmam Əhməd ibn Həmbəldə də fəqət ünvan deyirəm, oxumayacam. Deməli, Əl-Cüz Sadis Əşər 16-cı cild 28-ci səhifə, hədisin nömrəsi 21470 və hədis həsəndir, sənədi mötəbərdir. Orada da buyurur Peyğəmbər ki, mən özümdən sonra 2 xəlifə qoyub gedirəm. 51-ci səhifədə də 21547-ci hədisdə yenə Peyğəmbər buyurur ki, mən özümdən sonra 2 xəlifə qoyub gedirəm. Allahın kitabı və itrətim, əhlə, beytim. Və digər alimin də bir kitabından Məcmə'üz Zəvaid Nuriddin Əl-Heysəminin hicrətin 807-ci ilində vəfat edib, 1-ci cilddə səhifə 230-da hədisi gətirir, hələ həmən məzmundadır ki, mən özümdən sonra 2 xəlifə qoyub gedirəm. Və 9-cu cilddə də yenə Məcmə'üz Zəvaiddə səhifə 182 və 83-də 14957-ci hədis Nuriddin Heysəmi, yəni İbn Həcər buyurur ki, bu hədisin sənədi mötəbərdir, isnadun ceyyid. Deməli, bu hədisi oxuduq. Bu hədisdən biz nə başa düşə bilərik? 2 rəhbər, o aydındır. 2 xəlifəsi var Rəsulullahın. Nə başa düşmək olur? Açıq aşkar bayan olur ki... Buyur, eşidirəm, eşidirəm. O heç xəlifə dalıcan getməlisən. Ondan əlavə bir şey var orada. Əlavə xəlifə seçməyə ehtiyac qalmır. Yəni, xəlifə də var, Quran-ı Kərim də var, əsaslar. deməli, bizim vəzifəmiz nə olacaq? Əhl-i Beyt itrətim kimdir? Onu tapmaq. Deməli, dəlilimizin birinci hissəsi budur. Peyğəmbər buyurur ki, mənim xəlifəm var. Ya Rəsulullah, kimdir sənin xəlifən? Deyir, Allahın kitabı, sizə hakimdir. Və itrətim Əhl-i Beytim sizə hakimdir. Hətta biz mövzunu qısaldıb, lori, xülasə. Arvadlar da Əhl-i Beytdəndir. Amma Həzrət Əli də Əhl-i Beytin içindədir. Heç kim demir ki, o Əhl-i Beytdən kənardır. İslam dinində arvadın xəlifə olması var? Yox. Rəhbər yoxdur. Deməli, burada inatkarlığa yer yoxdur ki. Heç Fatimə Zəhranın xəlifəliyinə bizim etiqadımız yoxdur. İmam deyil. Hələ qətl vəsildir. O eşq mövzusudur. Əhl-i Beytin tərkibində var. Dedim, hələ qətl vəsil. Onu inşallah izah eləyərəm. Ki, o bəziləri üçün deyil bu mövzu. Ki, bu fəzilətdən mən istəyirəm, onlar məhrum olsun. Xanımın məqamın dərk eləməsinlər. Deməli, Allahın 2 xəlifəsi oldu yer üzündə. Bir, Allahın kitabı, digəri də Əhl-i Beyt itrət. İndi biz xəlifəni yerin bildik ki, bu istiqamətdədir. İndi bizə lazımdır ki, o fərdləri təyin eləyək, mötəbər hədislərə söykənərək, nə ki iddia.
nə ki iddia. Şeyh Üzür, itiraz sözünün mənası nə? Onunla işim yoxdur. Necə təfsir edirlər eləsinlər, incəliyə getməyəsən. Mən Peyğəmbərin dili ilə danışıram. Hərfi mənası. Arvada itirət bugünkü günə qədər istifadə olunmuyor. Şəxsin arvadına ərəb dilində desinlər itirətim. Kişi öz arvadına desin ki, bu mənim itirətim. Öğretim diyor itirətim. Ora başqa, ondan işim yoxdur. Ərəb dilində Burada deyirlər ki, Həzrəti Əbəlfəz zamanında xeyr, nə xanım Zeynəb Əhl-i Beytdəndir, nə Həzrət Əbəlfəz Əhl-i Beytdəndir, nə Qasim, nə. 14 nəfərdən savayı Əhl-i Beytə kim kimisə daxil eləmək fikri olsa, həmin adam düzgün fikirdə deyil. İndi mövzundan yayımlayalım. Onu şey mi? Əhl-i Beyt Peyğəmbərin xəlifəsidir. Əhl-i Beyt Peyğəmbərin xəlifəsidir. İndi görə Əhl-i Beyt kimdir? Mənim bu qısa araşdırmama əsasən, sonda bizim şiə mənbəsini qeyd eləyəcəm Əhl-i Beyt kimdir. Hədisin etibarı, qeyri-etibarını da toxunacaq. Amma Əhl-i Xilafın kitablarında araşdırma apardım. 5 nəfəri Əhl-i Beyt imamlarının 5'ini açıq-aşkar Əhl-i Beytdən olmasın sübuta yetirəcək bugünlər. Lazım deyil 12'sini qəbul eləyəsən. O 5'in qəbul elə ki, sənin zamanının Həzrət Rəsulullahın xəlifəsi olub, İnşallah ki, dərdöyə dəyər. İnşallah dərdöyə dəyər. Diqqət edin. Bizim indi şərqi vəzifəmiz oldu ki, Allah Rəsulunun buyurur ki, itirətin Əhl-i Beytin, onu təyin eləmək ki, Peyğəmbərin Əhl-i Beyti kimdir? Deməli, Səhih Müslümdə, Səhih Müslüm, deməli, 946-cı səhifə, hədisin nömrəsi 24 deməli 2424. Bab Fəzail Əhl-i Beyt, Əhl-i Beytin fəzilət babı, 2424-cü hədis. Hədisi dəfələrlə eşitmişsiniz, amma bu dəlil şəklində qeyd olunmayıb. Hədisin məzmunu nədən danışır? Həzrət Rəsulullah bir əbası olur. Həmən o əbanı hədisül kisab. Həmən o əbanı atır öz üstünə. Sonra Fatimə-i Zəhra, sonra Həzrət Əli əleyhissalam, sonra İmam Həsən, sonra İmam Hüseyin əleyhissalam. Diqqət edin hədisə. Deməli, xərəcən nəbiyyü qədətən və aleyhi məbtun murahhalun min şə'rin əsvad. Qara rəngə bənzər bir əbadı müəyyən vəsflərlə. Fəcəəl Həsən ibn Ali fəədxələhu. Həzrət Əlinin oğlu İmam Həsənə gəldi. İmam Həsəni daxil elədi əbanın altına. Sümmə cəəl Hüseyin fədəxələ ma'ahu. Sonra İmam Hüseyin əleyhissalam daxil oldu. Sümmə cəət Fatimə fədxələha. Sonra Həzrət Fatimə salamullah aleyha gəlir. İmam, Peyğəmbər onu da daxil eləyir. Sümmə cəə Əliyyün fədxələhu. Sonra Əli əleyhissalam gəlir, Peyğəmbər onu da neynir? Daxil eləyir. Əbanın altında neçə nəfər var? 5 nəfər. Sümmə qalə İnnəmə yuridullah liyuzibə ənkumur ritsə əhləl beyt. Əbanın altında olanlar yığır, təyin eləyir coğrafiyanı. Allah Teala bu Əhl-i Beytə müəyyən bu kəramətləri neynədir? Deyil. Deməli, Allah Rəsulü buyurur ki, mən özümdən sonra sizin aranızda 2 xəlifə qoyub gedirəm. Xəlifənin artıq neçəsi təyin olundu? 5'i. Peyğəmbər Peyğəmbərdir. Onun xəlifə deyəndə, yəni hakim. Fatimə-i Zəhra qadındır. Onu xüsusi dəlil imamətdən çıxarır. Yerdə qalır İmam Əli, İmam Həsən və İmam Hüseyin əleyhissalam. Peyğəmbər necə başa salmalıdır ki, bizə ki, mənim xəlifəm məndən sonra kimdir? Peyğəmbər buyurur, mən özümdən sonra 2 xəlifə qoyub gedirəm. Allahın kitabı və itirətim Əhl-i Beytim. İtirətim Əhl-i Beytim.
İmam Hüseynin xəlifə olmasına kiminsə əhli xilafdan etiqadı var? Heç kimin etiqadı yoxdur. Əksinə, müsəlmanların birliyin parçalayıb. Zamanənin xəlifəsinə qarşı çıxıb. Yaxşı olardı ki, çıxmasın. İmam Hüseynin xəlifə olmağına heç birinin etiqadı yoxdur. Deməli, bu hədisdə bəlli oldu ki, Əhl-i Beyt müxtəsər şəkildə Əhl-i Beyt kim? İndi ikinci hədisdə daha aydın olacaq. Bu vacib hədislərdəndir ki, məqamında istifadə olunması vacibdir. Deməli, Müsnəd İmam Əhməd ibn Həmbəl Cüz-i Samin vəl-İşrin 28-ci cild səhifə 195-də hədisə diqqət edin. Hədisin nömrəsi 16988, hədis də səhih-i sənəddir. Kitabın mühəqqiqi Şüeyb el-Arnaud deyir, hədis səhihdir. Həmən o Müslümdə oxuduğum hədisdir, amma bu kamildir. Müslümdə olan müxtəsərdir. Hədis kamil şəkildə necədir? Deməli, İmam Həsən gəlir, İmam Hüseyin gəlir, Həzrət Əli əleyhissalam gəlir, Fatimə Zəhra gəlir, Peyğəmbər əbanı atır və bu ayəni oxuyur. Bu ayəni oxuyur. Ayədən sonra nə deyir Peyğəmbər? Qalə Allahümmə haula əhli beyti. Bunlardır mənim əhli beytim. Bu kəlmə orada yoxdur, Müslümdə yoxdur. Mənim əhl-i beytim kimdir? Bunlardır. Və əhl-i beyti əhəq. Mənim əhl-i beytim başqası ilə müqayisə olunsa, ən çox ləyaqəti olan bunlardır. Hədis də səhih sənəddir. Təkrar eləyirəm. Peyğəmbər deyir ki, mənim əhl-i beytim kimdir? Bunlardır. 28-ci cild, səhifə 195, hədisin nömrəsi 16988. Yenə Müsnəd Əhməd ibn Həmbəldə 44-cü cüz, səhifə 118, hədisin nömrəsi 26508. Hədis eyni qaydada qeyd olunur və Peyğəmbər buyurur ki, Allahümmə haula əhli beyti və xassəti. Mənim əhl-i beytim bunlardır, bu əbanın altında olanlar və bir kəlmə burada əlavə vardır. Və xassəti. Xassə məxsusdandır. Əhl-i beytim məxsus şəkildə kimdir? Həmən bu əbanın altında olanlar. İndi, bəli, əhl-i əba. Digər bir kitabda əlavə bir məlumat var. İndi biz məlumatları oxuyuruq ki, ortaq məxrəcə gələk. Bu oxuduqlarımızda birinci mərhələ o oldu ki, Əhl-i Beyt əbanın altına cəm olanlardır, Peyğəmbər oxuyub. Amma deməyib ki, bunlar mənim Əhl-i Beytimdir, başqası mənim Əhl-i Beytim deyil. Müsnəd Əhməddə oxuduq ki, xeyr, Peyğəmbər əlavəsi var. Müslüm qeyd eləməyib, o bizim problemimiz deyil. Müslümdən də uca İmam Əhməd ibn Həmbəl buyurur ki, Peyğəmbər buyurur ki, haula əhl-i beyti. Bunlardır mənim əhl-i beytim. İndi, əhl-i beyt imamları özlərinə əhl-i beyt deyib ya yox. Məsələn, İmam Həsən əleyhissalam. İhtiyac yoxdur. İndi ehtiyac var da indi hal-hazırda. İndi var da. Məcmə'iz Zəvaid və Mənbə'il Fəvaid kitabı Əl-Cüz'ü Tasi' 9-cu cüz, deməli, İbn Həcərin səhifə 195-də hədisin nömrəsi 15010. Hədisdə diqqət edin, çox əhl-i beytin məzlumiyyəti də var burada. Deməli, o vaxt ki, Həzrət Əli əleyhissalam şəhadətə yetişir, İmam Həsən əleyhissalam öz atasının yolu ilə davam edir. Deyir, İmam Həsən əleyhissalam namaz qılan halda İz vasəbə iləyhi raculun fəta'anahu bi xəncər fi varihi. Bir nəfər atılır, Allah lənət eləsin, İmam Həsən əleyhissalamı xəncərlə yaralayır, əyağında. Namaz halında
imama hücum eləyir və imamı xəncərlə zərbə edir. Fətəmarrada minhə əşhuran. İmam bir neçə ay bu zərbədən xəstə yatır. Sümmə qamə fəxatabə aləl-mənbər. Sonra imam afiyyətin qaytarandan sonra minbərə çıxır, cəmaata müraciət edir. Fəqalə ya əhləl-İraq. Ey İraq əhli, ittəqullah finə. Bizim haqqımızda Allahdan qorxun. Yəni bizi adi bir müsəlman kimi hesab eləməyin. Fəinnə umaraukum və difənukum. Biz sizin biz sizin umaraukum, əmir kəlməsinin əmir, yəni imam, xəlifə, hökmü verən, rəhbər. Sizin rəhbəriniz bizik. Və eyni zamanda da sizin qonağınızıq biz. Yəni imam Mədinəlidir. İraqdadır. İmam deyir ki, birincisi biz sizin imamınızıq, ikincisi də nədir? Qonağınızıq. Diqqət edin. Və nəhnu əhlül beyt. Bizik əhlül beyt. Allahu Akbar. Əllezîne qâlallâh əzzə və cəl. O əhl-i beyt ki, Allah əzzə və cəl buyurub, İnnəmā yuridullah ayəni axıracan oxuyur. Deyir, bu kəlməni eşidəndən sonra meçiddə hər bir şəxs başladı ağlamağa. Diqqət edin, hədis mötəbərdir ya yox. İmam Heytəmi buyurur ki, Ravahu Tabarani və ricaluhu siqat. Bu hədisi İmam Tabarani nəql edib və ravilərin də hər biri düz danışandır. Yəni hədis mötəbərdir və səhihdir. İmam Həsən əleyhissalam deyir ki, bu hədis kimin haqqında, bu ayə kimin haqqında nazil olur? Biz əhl-i beytin. Və eyni zamanda da əhl-i beyt bizik. Sizin imamlarınız bizik. Digər bir kitabda İmam Şevkani'nin, deməli Muhammed ibn Ali Şevkani Dərrus Səhabə adında kitabdır. Fî Mənâqibil Qarabə və Səhabə 271-ci səhifədə hədisi gətirir və hökmünü də çıxarır. Buyurur ki, Əxrəcət Tabarani fil-Kəbir bi isnadin ricaluhu siqat. İmam Təbərani bu bayaq qeyd elədiyim hədisi gətirir. Buyurur ki, hədisi düz danışan ravilər tərəfindən neyniyib? Gətirir. İmam Həsən əleyhissalam deyir ki, biz əhl-i beytdənik. Tərəf müqabilən əqidəsində əhl-i beyt kimdir? Peyğəmbərin arvadları. Necə olur? İmam Həsən əleyhissalam səhih mötəbər hədisdə qeyd eləyir ki, əhl-i beyt mənəm. Tərəf müqabil deyir ki, xeyr, əhl-i beyt o deyil. Hələ öz mənbələrində ən azı ittifaq eləyə bilməzlər ki, əhl-i beyt kimdir? Çünki ziddiyyət təşkil edən hədislər var. Bir qism hədislər çalışır, sübut eləsin ki, əhl-i beyt Peyğəmbərin zövcələridir. Bir qism hədislər deyir ki, xeyr, İmam Həsən də ora daxildir, İmam Hüseyin də ora daxildir və buna bənzər. Deməli, buracan biz sübut elədik ki, İmam Əli əleyhissalam, İmam Həsən əleyhissalam və İmam Hüseyin əleyhissalam əhl-i beytdəndir. Əhl-i beyt hələ bunların özüdür. İndi gəlirik əsas bir məsələyə. Diqqət edin. Əlimdə olan kitab Səhih Tirmizidir. Əlbaninin yox, Tirmizinin özü yazdığı Səhih Tirmizidir. Səhifə 611-də diqqət edin. Demək olar ki, insaflı hədis yazarlardan biri Tirmizidir. Çünki özünə zərər də olsa, həqiqətləri gizlətmir. İmam Məhdinin haqqında xüsusi bab ayrılır. Əccəlallahu fərəcəhu şərif. 2 hədis gətirir. İkisi də Həsənun Sahih. İkisi də mötəbərdir. 611-ci səhifə bu kitabla Fitnələr kitabı 52-ci bab, hədisin nömrəsi 2230-cu
hədis. Diqqət edin hədisə. Deməli, qala Rasulullah, Həzrət Rasulullah buyurub, لا تذهب الدنيا حتى يملك العرب رجل يملك العرب رجل من أهل بيت يواطئ اسمه اسمه. Deyir ki, bu dünya sona yetməyəcək, yəni qiyamət günü başlamazdan öncə mənim əhl-i beytimdən olan bir kişi adı adıma oxşayır. Bütün müsəlmanların neyi olacaq? Rəhbəri olacaq, hakimi olacaq. Adı adım. Hədis biraz mücməldir, qaranlıqdır. Peyğəmbərimizin adı bəllidir. Muhammed sallallahu aleyhi ve sellem. Bizim Şiyə fiqhində 12-ci imamın adını zikr eləməkdə iki rəy var. Bir qism hədislər deyir ki, imamın adını zikr eləmək haramdır. Ona görə hətta mənə rast gəlib bəzi qədim kitablarda imamın adını belə yazır. Mim ayırdı, ha ayırdı, mim ayırdı, dal. Yazmır Muhammed. Mim, ha, dal, mim, dal. Çünki hədis var axı, imamın adını dilə gətirmək qeybət-i kübra dövründə və suğra dövründə qadağandır. Amma əksər fəqihlərimiz deyir ki, imamın adın dilə gətirmək, məsələn, Seyyid Məhəmməd Şirazi Allah rəhmət eləsin, məhkruhdur. Qeybət-i kübra dövründə imamı adla çağırmaq bəyənilmir. Ancaq ona məxsus olan ləqəblərlə və vəsflərlə çağıra bilərsiniz. Bu biraz ixtilaflı mövzudur. İkinci hədisdə də yeni həmən məzmunda yenə Peyğəmbərimizdən hədis gəlir ki, bir gün qalsa belə dünyanın sona yetməsinə Allah Taala həmən günü uzadar, hətta bir növ yer kürəsin bir nəfər neynəyəcək, ona sahib çıxacaq. Yəni 12-ci imama işarə. Hədisin ikisi də nədir? Səhihdir. Amma biz bilmədik ki, bu Peyğəmbərin adı, Peyğəmbərin adından olan kimdir? Və yaxud ki, hədis kimi. Peyğəmbər cəm eləyir əbanın altına ayə oxuyur. Biz nə bilək ki, o ayə bunlara aiddir. Gərək başqa hədisi qoyasan bunun yanına ki, hədisdən məna üzə çıxsın. Ki, Peyğəmbər ayəni oxuyub, məqsədi nədir? Məqsədi başqa hədisdə aydındır. Burada da Peyğəmbər buyurur ki, adı adımdan olan bir şəxs hamının neyi olacaq? İmamı olacaq. Aydındır. Kimin nəslindəndir, kimdir, nəçidir? Bu şəxsiyyət kimdir? Cami-i Səğir Cəlaləddin Suyutinin səhifə 552-də hədisin nömrəsi 9241 ta təqribən 5 hədisdir, fəqət bir-ikisini oxuyum, xülasədir. Hədislərin hökmündə qeyd edəcəm. 9241-ci hədis. Peyğəmbərimiz buyurur. Əl-Məhdi min itrəti. Mehdi kimin itrətindəndir? Mənim. Peyğəmbərdir, mənim itrətim. Yəni, Bəni Haşimlə səvayisində Mehdi axtarmaq nədir? Caizdir. Məsələn, Bəni Üməyyədən olacaq Mehdi. Yox. Niyə? Çünki Peyğəmbər buyurub ki, mənim itrətimdəndir. Bir. Deməli, hədis davam edir. Əl-Məhdi min itrəti. Mehdi mənim itrətimdəndir. Min vuldi Fatimə. Fatimənin evlatlarından olacaq. Deməli, İmam Mehdi Əccəlallah Fərəcəhu Şərif kimin nəslindəndir? Peyğəmbərin. Peyğəmbərin əmsi evlatlarındandır? Deyir, xeyr. Və kim? Peyğəmbərin yeganə qızı olan Fatimə Salamullah Aleyhanın evlatlarından olacaq. Hədis də nədir? Cəlaləddin Suyuti buyurur, hədis səhihdir. İkinci hədisi oxuyuram. Deməli, Peyğəmbər müəyyən vəsflər qeyd edir ki, bir gecənin içində bütün o qüsurları islah eləyəcək, sonra yeri ədalətlə dolduracaq, necə ki, bir növ zülümlə doldurulmuşdur. Və yenə də buyurur 9245-ci hədisdə Əl-Məhdi rəculun min vuldi, mənim nəslimdən olan bir kişidir.
mənim nəslimdən olan kişini hədis necə təyin elədi? Fatimə Zəhra salamullahi aleyhanın evladlarından. İndi diqqət edin bu məlumata da ki, daha aydın olsun. Deməli, Nasiruddin Əlbani Sahih Cami-i Səğir və Ziyadət kitabında 2-ci cilddə səhifə 1140-da hədisin nömrəsi 6734-də buyurur: Əl-Məhdi min itrəti, Peyğəmbər buyurub, Mehdi mənim itrətimdəndir, min vuldi Fatimə, Fatimənin nəslindən dünyaya gələcək. Və buyurur ki, hədis nədir? Səhihdir. Bu hədisə diqqət elə. 6735. Əl-Məhdi minna əhlil beyt. Məhdi kimdəndir? Əhl-i beytdən. Deməli, Fatimə Əhl-i Beytdən. Məhdi bizdən Əhl-i beytdəndir. Nasiruddin Əlbani buyurur, hədis nədir? Səhihdir. Deməli, bu hədislər, bu cəm bizə sübut eləyir ki, Peyğəmbərin xəlifəsi, onun itrəti Əhl-i beytidir. Və Peyğəmbərin itrəti Əhl-i beyti də bunların öz kitabında bəlli oldu ki, Peyğəmbər özü deyir ki, bunlar mənim Əhl-i beytimdir. Sən qəbul eləmirsən də o sənin şəxsi bir işindir. İndi gələyim bizim öz kitablarımıza 10 dəqiqə vaxt uzalacam, onunla da mövzuya xətm verəcəm. Elə bir şeyx Mufidlə Seyyid Xoyinin bəhsini saxlayım gələn dərslərə, fəqət xülasə bunu qeyd edin, sonra inşallah mövzuya xətm edəyim ki, uzandı. Diqqət edin. Əlimdə olan kitab Üsul Kafi, məsələn, biri sizə yapışsa, bir növ əziyyət eləsə ki, sizin kitablarınızda bir dürüst hədis tapkinan ki, orada imamların adını sübut eləsin, deyəcəksən ki, Üsul Kafi 1-ci cild, Üsul Kafi 1-ci cild, səhifə 286 və 287. Kitab-ül Hüccət, Hüccət babı, babın adını oxuyuram. Manassallah və Rəsuluh, Allahın və Rəsulunun imamları bir-bir təyin etmə babı. Maşallah. Birinci hədisin 2 sənədi var. Filan kəsdən, filan kəsdən, filan kəsdən. Həmçinin də filan kəsdən, filan kəsdən, filan kəsdən. 2 sənədin ikisi də səhihdir. Yəni bir hədisdir, 2 sənədlə nəql olunur. Hər ikisi də nədir? Səhihuz sənəddir. Deməli, Əllamə Məclisinin Mir'at-ül Uğuluna baxa bilərlər. Həmən bu hədisdə müəyyən kəlmələr, müəyyən hadisələr filanlar hədisin ortasında Peyğəmbərimizdən nəql olunur. Buyurulur ki, Fələmmə mada Əliyyun kənəl Həsən. İmam Əli əleyhissalam dünyasını dəyişdi, İmam Həsən oldu. İmam Hüseyin Həsən əleyhissalam dünyasını dəyişdi, İmam Hüseyin oldu. İmam Hüseyindən sonra Əli ibn Zeyd Abidin və sonuncu gəlir 13-cü imama qədər dayanır. Bir-bir imamların adın neynir hədis? Qeyd edir. Bizə lazımdır filan kəsin kitabı, filan kəsin kitabı xeyr. Ən mötəbər mənbədə Şeyx Kuleyni Rahimahullahın Üsul Kafisində səhih-i sənəd, 2 sənədlə hədis gəlir və hədisdə də qeyd olunur ki, imamlar bir-bir adı Peyğəmbərdən sonra kimdir? Vaxtı almamaq üçün inşallah gələn həftəyə saxlayıram inşallah. Allah'ın verim sizə cəlalına xatir bu cəmi öz imamını tanıyanlardan qərar versin. Allah'ın verim sizə cəlalına xatir bizi imamlarla daha yaxından tanış olmağa müvəffəq eləsin.